Aparıcı və aktyor Elşən Orucov maraqlı etiraf edib. O, aparıcısı olduğu verilişdə müğənnilər İradə İbrahimova və Sevda Sənalıyevanı vaxtilə sevdiyini bildirib. Elşən tələbəlik dövründə hər iki xanıma aşiq olduğunu dilə gətirib. Tələbəlik illərimdə İradə xanımı sevirdim. Bir xanım var idi. Onu da sevmişəm. Sevda Sənaliyeva. Deyirdim, hansı tutsa. Bir dəfə İradə xanımla studiyada qarşılaşdıq. Gəldi, salam verib getdi. Deyirdim, indi sevgimi hiss edəcək. Sonra İradə İbrahimovanın klipində çəkildim. Kənan Emin məni Yaşananlar klipinə çəkdi. Düşündüm ki, İradə xanımı görəcəyəm. Amma sən demə, klipdə səhnələrim ayrıdır.